Dostlar, xoş gördük sizləri. Bugün çox təcili formada, hər dəfə axtardığımız ərazidə. Baxın, olduğum yerdən 20 yanvar metrosuna, avtovağzal metrosuna ictimai nəqliyyat vasitəsilə 15-20 dəqiqə məsafədir. Baxın, bu ərazidə 2 mərtəbə 4 otaqlı evimiz satılır. Qiymət də 59.000 manat nəzərdə tutulub. Bugün yenə real alan dostumuz gəlsin, qiymət məsələsi ev sahibi ilə müzakirə edilə bilər. Çəkilişə 1-ci mərtəbədən başlamışam. Əsas giriş qapısıdır, əsas qapı ilə tanış olaq. Əsas giriş qapısından evə daxil olduqda solda evin mətbəx sahəsidir. 1-ci mərtəbədə geniş mətbəx studiya bizi qarşılayır. Hərəkət eləyək, 1-ci mərtəbə ilə ətraflı tanış olaq. 1-ci mərtəbədə yerləşən sanitar qovşaq, qaz, su, işıq, bütün kommunallar ərazidə fasiləsizdir. Mərkəzi kanalizasiya sisteminə qoşulub. Pilləkənin altında əlavə boş sahə, köməkçi sahədir. Gəlin, 2-ci mərtəbə ilə tanış olaq, ən sonunda da həyət ilə tanış olaq, videonu yekunlaşdıraq. Dəyərli dostlar, siz də mülklərinizin, evlərinizin, kommersiya əmlaklarınızın alışında, satışında bizimlə əlaqə saxlayın. Bəzən ev axtaran dostlarımız düşünürlər ki, 1% xidmət haqqı verməyək, ödəməyək, qapı-qapı gəzə, özümüz axtaraq, ev alaq, qətiyyən qabağa düşmürük həmin halda. Çünki biz artıq alqı-satqı prosesini dəfələrlə yerinə yetiririk. Siz isə ömrünüzdə bir dəfə, 2 dəfə. Ona görə də işlərinizi peşəkarlara, təcrübəli insanlara həvalə edin. İşlərinizdə gözlənilmədən yaranan problemləri dəf edə bilərsiniz. Burada sonuncu otaqdır. Gəlin, həyəti ilə də tanış olaq, videonu yekunlaşdıraq. Hərəkət eləyək evin xarici hissəsinə, xarici görünüşü ilə tanış olaq. Qiymət 59.000 manat. Təkrar qeyd edirəm. Xırdalan dairəsinə çox yaxın bir məsafədir bura. Xırdalan dairəsində 2 mərtəbə 4 otaqlı bir ev. 59.000 manat. Baxın, giriş qapısıdır həyətinə daxil olmaq üçün. Giriş qapısı və bu qaydada kiçik bir həyəti var. Evin xarici görünüşü ilə də tanış olaq, videonu yekunlaşdıraq. Qiymət 59.000 manat. Xırdalan dairəsinə yaxın bir məsafədə yerləşir. Yerləşmə yeri olduqca ideal bir ərazidir. Ev bundan ibarətdir. Ətraflı məlumat üçün əlaqə saxlayın. Sağ olun, salamat qalın.